Kəsə düz önə qədər gedirik. Biz gedəndə daha burada bizim ölçməyimizə ehtiyac yoxdur. Hamısı bayaqdan qoyduğumuz ölçüdə gedir də. Hə. Elə bir ki, divar düzəldəndə mayaq tərəzi qoyub zad edib düzəltmirlər. Ustalarda ev tikən bənnalar. İndi o videoda düşəcək də mayaq sulaq saçıyorlar. Ha, nasıl ki? Hə. Başa düşdüm, bunu bu şəkildə bax belə dümdüz kəsdiyim bax. Yəni sən burada bir dənə kulminasiya nöqtəsi var ya, kulminasiya nöqtəsi. Bax qoydum mu? Bax bu şəkildə bax belə kəsdik. İndi bu tərəfin hamısı belə azdan çoxa üstü. Bax belə kvadratın üçbucağı. Bax bu kəsim kvadratın üçbucağı. Bu tərəfi belə kəsilib də. İndi bunu biz bu tərəfini də kəsməliyik axı eyni olsun da deyənə. Bu halda təzədən buradan belə ayırırıq. Bax bir dənə də ayırırıq belə. Qatırıq bu tərəfə. İndi bura ölçülmüş, kəsilmiş düzgün saçlar deyənə buranı bax belə ayırırıq. Təzədən qaldırırıq. Bax görəcəksən ki, bax həmin bayaq kəsilmiş saçlar bax burada. Görünür, görünür. Özün qulağı zad çəkirsən başqa yerə. Hə, bir dənə də götürürük, bax belə. Bir dənə dəfə də göstərəcəm sizə, əziz hörmətli izləyicilər. Bax gördüyünüz ölçü burdadır. Bax, bu şəkildə mən indi bunu belə tez-tez eləyirəm. Bunu tez-tez eləmək lazımdır ki, müştəri də sıxılmasın, vaxtında işi tutaraq. Çünki qıraqda gözləyən başqa müştərilər var, onlara da yol salmaq lazımdır. Bəlkə o bundan çox pul verəcək. Bəlkə o şeyləri fikirləşmək lazımdır. İndi bunu mən belə paylaşacağım, yavur olasıyıq. Zarafat edirəm, əziz tamaşaçılar. Uşaq vardı, o Eyvan paylaşmışdı. Bəndə xəyanət edən zadayam bu ya. Gəlin yəni. İndi bax, bir dənə o güzgüdən başı çək. O güzgüdən yaxınlaşdır başı, kreatin başına, yaxınlaşdır. Gör nə qəşəng oldu bax. İndi mən bir dənə şey göstərəcəm, onu biraz belə qaldır, biraz belə qaldır. Götürək başı qaldır. Ortaya başı ortalama qaldır. İndi mən burada sizə bir şey göstərəcəm. Gör, nə qədər düz oldu. Bax gördün, görünür o. Görünür. Gördün nə qədər düz oldu kəsdiyi. Mən gördüm. Heç mən bunu ölçüb bir şey eləmədim. Zəntqana bir dənə yerdən saç götürdüm, gördünüz dümdüz oldu. Bu ölçü ilə qırxılmağın səbəbi olaraq belə oldu. Hoş gəldiniz. Ama vaxtımız yox. Tamam. İndi qaşınmaq dərdi yoxdur da özündə. Nə vaxt gəlim? Axşam vaxtı. Gün yox. Nə vaxt yazarsan? Nə vaxt olsa səni çağıracağam. 15 dəqiqəlik var. Mənim gözüm. Hə. Yer olan kimi çağıracağam səni. Gördünüz əziz müştərilər deməli. İndi qaldı bunun bu tərəfi, bax buranın kəsmək qaydası. Onu da gələn dərsimdə sizə izah edəcəm. Yaxşı, burada iş çoxdur. Bu günlük bu qədər.